Ya, mən buna inanmıram. Belə şey ola bilməz. Məzələnirsiniz də yəqin ki. Belə şey olar. Hamıya salamlar dostlar, necəsiniz? Ümid edirəm yaxşısınız. Kanalıma videoma xoş gəlmisiniz, səfalar gətirmisiniz. Bugün sizlərlə birlikdə sizin mənə yazdığınız etiraflarınızı oxuyuram. Yəni ki, 8 gün əvvəl, yəni təxminən də, hətta 8 gün əvvəl bir dənə topluluq qismində bir şey paylaşdım ki, öz etiraflarınızı yazın, yaxın zamanda video çəkəcəm falan filan. Amma ki, belə çox görürəm utanıbsa yazmayıb. Belə təxminən 30-35 yorum gəlib, yəni etiraflarınızı yazıbsınız belə. Bilmirəm də nə qədər yazıbsınızsa onları birlikdə oxuyacağam sizlərlə birlikdə. Belə birinci belə biraz marta gəlib, yəni girdim biraz oxudum. Qaqa nə yazıbsınız siz? Yəni sizlərlə də oxuyacağam. Yəni həqiqətən yəni belə şeylər olubmu? Yəni mənə maraqlıdır. Baxaq da yəni hələ bomba şeylər bəlkə yazıbsınız mən görməmişəm. Mən düzdür çoxuna baxmamışam onsuz. Siz nə edirsiniz? Belə videolar üçün video like atırsınız, kanalımıza abunə olsunuz və bildirim zilində təbii ki də bildirimi açmalısınız. Danışa bilmədim. Belə bir nəsə elədim. Hər nəysə like atıbsınız. Dammo ilə keçdik oxumağa. Demək birincidən başlayaq. Salam Elmir. Bəziləri bu videonu həqiqətən sual-cavab videosu ilə qarışdırıb belə düzün deyirəm. Salam Elmir yazıb aleykum salam. Bunu keçdim ha, yəni bunu demirəm. Yəni bəzi şeyləri gördüm qaqa. Elə bir sual-cavab videosu çəkirəm. Yəni videonun irəliləyən vaxtlarınızda görəcəksiniz ki, nədir, nəysə. Bir gün məktəbdə dərs danışanda şalvarım, budur, şalvarım düşdü, çox utandım. Yəni qaqa, sən belə etiraf olar qaqa. Dərs danışsan indi, şalvarın düşür. Şalvar nətə düşə bilər? Yəni nə bilim, yəni ola bilər, yəni ola da bilər, nə bilim. Bir dəfə fiziki tərbiyə müəllimin stolun üstünə lili tökmüşdük. Ay zibil lili. Lili dedilər, Allah qıyadıma nə gəldi? Lili içərdi. Hər nəysə, bunu da keçdik. Demək, qaqaş burada bir hekayə yazıb. Məktəbdə futbol oynuyordum. Mən yaxşı hücum oyunçusuyam. Bir kərəsində futbol oynayanda top ayağıma gəldi. Elə vurdum ki, müəllimənin üzünə dəymişdi, bir oldu. Nə? Dəyməsi bir oldu. Özdə qaqaş səhv yazıbsınız. Yəni düzgün yazın, düzgün oxuyun da. Biraz şey yazıbsınız. Falan qarışdırıbsınız adam. Oxuya bilməm, elə biləcəklər mən oxuya bilmirəm. Nəysə. Ayağa qalxanda han o küçük deyəndə arancırmışdım. Sevgili səni çox sağ ol, çox sağ ol. Yəni onsuz da aşağıda çıxacaq da. Yəni mənim oxumağım şey olursa, yəni burada görə bilərsiniz onsuz. Hər nəysə. Futbolda qolu vurdum, sevindiyim qıza qəlb işarəsi atdım, qız başını o tərəfə çöndərdi. Bro, babayev, yəni ki, o səni istəmir, o mənasında yəni. Sən ona belə qəlb edibsən, amma o sənə baxmır. O tərəfinə, öz üzünü o tərəfə çöndəribsə, bir ki, səni istəmir, onun başını burax, yəni sənə bir elə məsləhət verə bilərəm. Hamı da futboldan girişib də mövzuya, hamı. Futbol oynayırdıq, tornik idi, gol vurdu, məktəb hamısı baxırdı, mən də çaşıb köynəyimi cırdım sevincdən. Çıxardım sevincdən. Hətta qaqa bədənini görüblər, bədəni belə muskullu. Yəni başa düşürsən, yaxşı şey, nə? Zəhləm gedən müəllimənin o stolun üstünə xalçaya oxşayar balaca bir şey var idi, nə? Xalçaya. Üstünə xalçaya oxşar balaca bir şey var idi və mən ayaqqabı ilə onun üstünə basıb toz eləmişdim. Müəlliməm qara yubka geyinmişdi. Dərs qutarandan çıxıb gedirdi və arxası toz olduğuna görə hamı ona gülürdü. Amma uşaqların ona nəyə görə güldüyünü bilmirdim. Sevilirsən. Sən sevilirsən, bura. Amma ki, nəyə güləcəklər? Arxası ağzımı açmır. Toz olub buna görə sevinirlər. Nəyə gülürlər, nə bilməm. Amma yəni belə yaxşı etiraf da yazmamışsın, amma bəziləri yaxşı yazmır. Abi uşaqlığımda mən gücsüz idim. Sinifin lotusu. Sinifin lotusu nədir? Sinifin lotusu elə bir başa sən. Hər nəsə. Gücsüz idim. Sinifin lotusu məni yerə yıxdı və çox ağır idi. Ağırdı. 14 yaşı var idi. Hər kəs güldü çünki yaşım çoxdur, amma gücüm yox idi. Çox insan mənə sataşırdı. Bir dəqiqə, sən yaşındır. Yoxsa məni yerə yıxdı və çox ağırdı. 14 yaşın var idi. Yaşım, yəni sənin 14 yaşın olub yəqin ki, elə başa düşdüm mən. Bəzən bir dəqiqə dayandırıram.
Hə, abunə ol, like atın. O mənasında dayandım. Arxa partadan müəlliməyə baxıb həqiqətən ciddi yəni bunu yazıbsınız, yoxsa zarafat məqsədi ilə bunu yazıbsınız? Yəni mən inanmıram da, bura bir nə sıxım. Hamını nə bilim. Bir dəfə məktəbdə qaçanda bilmədim qızın Estağfurullah. Hə, belə etiraf olar qaqa. Allah and olsun mən belə şey birinci dəfə görürəm. Həqiqətən zarafat məqsədinə yazırsınız, yoxsa bilə-bilə yazırsınız bunu? Yəni olub həqiqətən bu hadisə baş verib, nə bilim, nəfəsim kəsilir. Yəni indi bilmirəm düz yazıbsınız, səhv yazırsınız. Sizə bir dənə video like atın ki, belə videolar gəlsin. Növbəti video bilirsiniz nə olacaq? Hə, yox video. Siz mənə suallar cavab yəni verəcəksiniz. Mən hə və yox demək məcburiyyətindəyəm. İkisindən birini deməliyəm. Elə video gələcək yaxın zamanda. Abunə ol ki, görəsən. Yəni bildiriş də aç, bildirişləri aç onu, video gələndə xəbərdarlıq olsun. Hə, qaqa, mən də YouTube eləmi tanıyan. Bir də sən böyüyəndə nə olmaq istəyirsən? Bax, Oktay qaqa, bu sual-cavab videosu deyil. Sən öz etirafını bura yazmalıydın. Sənin etirafın budur. Yəni qaqa, Elmir, sən nə gələcəkdə olacaqsan, budur sənin etirafın. Sən mənə sual veribsən. Bu sual-cavab videosu deyil, ürəyim. Səhv qarışdırıbsan deyəsən. Ona görə deyirəm, çox insan qarışdırıb bunu sual-cavab videosu ilə. Bu sual-cavab videosu deyil ki, bu etirafı siz öz etirafı məsələn Oktay sənin başına məsələn deyəlim ki, nəsə eləmirsən, utanıbsan da onu bura yazırsan da. Başa düşürsən nədir? Mən insana bunu yeni kəşf etdim. Hə, bu bir də etirafdır. Yəni sən birinci heyvan olubsan, insan hə, yəni etiraf edib də nə deyim mən? Emir, məncə sən bu kanalda reaksiya videoları paylaşmamalıydın. Ancaq Free Fire üçün içerik üretməliydin. Bu kanal Elmir kanalından çəkə bilərdin. Reaksiya videolarının reaksiya. Bax, bu da mənə sual verir. Qaqa, sən mənə sual verməməlisən. Sən öz etirafını yazmalısan bura. Həqiqətən bunu bu qədər mi yəni başa düşmək çətindir də yəni. Nəysə, bunu da ki, panel quş ürək. Qaqa, panelin yeridir. Bura panel sual Estağfurullah. Etraf. Sənin etrafın budur. Deyilmirsən panel quş. Bu da etraf bunu mu eləyirsən mənə? Dəli olacağım. Allah yəni bu videoda da əsəbləşməzsən. Adam bu video dediyim öz etrafını yazırsınız. Gülərik, əylənərik. Mən əksinə qardaş mən nevlənirəm, əsəbləşirəm burada. Qaqa bu yoruma bax sevilirsən. Sən də sevilirsən öyle. Salam abi, YouTube'a niye başladınız? Sual cevap videosu. Aleyküm salam da qaqam Abbasov. Bu sual cevap videosu değil akıl. Ay buradan bir şey fırlatmaq istiyorum. Həqiqətən qarışdırıbsın. Bilmirəm. Etiraf yazı bura. Bəlkə mən səhv yazmışam. Etiraflarınızı yazın, gələn video oxuyacağım da. Qardaş səhv də yazmamışam ki, düzgün yazmışam da mən bunu. Deməmişəm ki, sual cavab videosu eləyəcəm, suallar yazın. Free Fire canlısı az gəlir. Yosif, sən yəqin ki, bunu etiraf edibsən, nə deyim. Neçə yaşın var? Hə də, etiraf, qaqaşın etiraf budur, Elmirin yaşı neçədir? Abi, bu yorumu görürsən, əgər nə olar video yorum at, 9 aydır səni izləyirəm. Qaqa, bu yorumu oxu, mən hesab almalıyam, Brawl Stars, amma 60 manat istəməyə qorxuram, nağa. Estağfurullah, tüp belə verilişə də, bu söz burada demək lazımdır. Bu yorumu yazan mən deyiləm. Həqiqi, bu kimdir? Salam abi, baba, burada bir əyləncəli bir şey görürəm. Məsələn, sizdən oxuyaq bunu. Hə, getdi, hə. Abi, bir dəfə söyüş söyəndə müəllim görmüşdü və anama demişdi. Anam da məni evdə qalın çubuqla vurmuşdu. Düz doğrusu getmədi. Sən niyə söyüş söyməlisən ki? Əcəb olub. Bax, burada nə deyim? Bilmirəm nə yazır. Buna bax. Mən bu dünyada çox sevdiyim insanlara görə ağlayıram. Dayım qızı var, balacadır. Məndən 5 yaş yeni 3-də oxuyur. Hələ onunla sağollaşa bilmədim. Gəldik evimizə. Sonra yenə gedəndə mən görəndə ağladı. Çox bağımlılıq, o qədər darıxmıram deyə bilmirəm. Nə olsun, balacadır, uşaqdır, bilirəm. Bu bilirsiniz bu nə? Bu sadə etirafdır. Yəni Qrup yoldaşımı gülməli vəziyyətdə videosunu çəkdim. Sonra da ona atdım. Video sil dedi. Mən də qaleriyadan və zil qutusundan sildiyimi göstərdim. Sonra WhatsAppdan ona göndərdiyim yerdə yüklədim və hələ məndə qalır, bir gün göstərəcəm. Və o videonu TikTokdan atdı mənə.
Görsən də bu videonu at, paylaş. Hər nəysə, etiraflarınız qurtardı. Yəni 30 dənə etiraf oxudum. Yəni 30-undan 5-i etiraf edim mən bilən. Çünki deyəcəksiniz niyə? Hamısı mənə sual verib. Belə bir sual-cavab videosudur. Etiraf videosu da əksinə. Hər nəysə dostlarım, belə videoların davamı üçün video like atmağı və kanalımıza abunə olmağı, yəni gördünüz nə gəldi ekrana. Eləyin də onları. Siz eləyin, bax video qurtardı. 10 dəqiqəlik video oldu. Mən də sevindim, mənə də ləzzət verdi, amma biraz əsəbləşdim çünki orada bilmirəm, bəziləri anlamayıb yəqin ki, elə bir yorumlar edib. Burada saçımda nə günlər bilmirəm, paletləməyim. Hər nəsə, video like atdınız, kanalımıza abunə oldunuz, bildirimi açdığınıza görə növbəti videoda görüşərik də qaş. Nəyə burada qalıbsan? Video qurtarıb da çıx get. Like at getdi amma. Getdiniz. Hal-hazırda 2-3 nəfər izləyir də məni. Ürəksiz. Bax siz sevilirsiniz, ürəyimsiniz, sağ olun.